Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, bir neçə ildir əsasən də Trump hakimiyyətə gəldikdən sonra NATO dağılır, NATOya ehtiyac yoxdur, NATO artıq mənasız bir quruma çevrilir, onun Avropada qalmasına gərək yoxdur. Bütün bu söhbətlərdən sonra bilirsiniz, həm də Avropa öz ordusunu yaratmaq mənasında kifayət qədər cəhdlər eləyir. Buna əsasən də Macron, məhz Fransa prezidentinin bu daha tamamilə çoxdankı arzularından biridir ki, Avropa ordusu yaranmalıdır. Və bugünkü NATO'nun özünə aparması da, məhz Trump'ın apardığı siyasətdə birbaşa neçə illərdir ki, bu məsələni biraz da gücləndirir. Bilirsiniz, Almanya olsun, istər İngiltərə olsun, hər kəs bu mənada hazırlaşır, hər kəs öz ordusuna kifayət qədər pullar ayırır. Və bu pulları ayırmaqla artıq Avropa ordusunun yaranmasına şəxsən mənim heç bir şübhəm yoxdur. Amma bu günlərdə ən maraqlı olan məsələlərdən biri də məhz bunun fonunda istər Türkiyə prezidenti Erdoğan olsun, Erdoğan bir neçə dəfə bildirib ki, biz Avropa təhlükəsizliyində rol oynamağa hazırıq. Biz Avropanın təhlükəsizliyini qorumağa hazırıq. Həm də ikinci tərəfdən də Zelenskinin, məhz Ukrayna prezidentinin Zelenskinin də bu barədə açıqlamaları çox qənaətbəxş və çox da maraqlı hadisələrdir. Mən əminəm ki, Zelenski bu sözləri durduğu yerdə demir. Zelenski də ona hazırlayır Avropa Birliyi üçün Türkiyə nə qədər vacibdir, Türkiyə bizdə olmalıdır, Türkiyə və yaxud da Türkiyə, Ukrayna, Norveç, İngiltərə Avropanın təhlükəsizliyini qoruya bilər. Bu kimi açıqlamalar çoxdur və Avropa Birliyinə də əslində qalsa tamamilə təzyiq edir ki, Türkiyə ilə müəyyən müstəvidə razılaşmaq lazımdır, Türkiyəni Avropa Birliyinə dəvət etmək lazımdır və Türkiyəni kənarda qoymaq lazım deyil. Müəyyən addımlar da, müsbət addımlar da atılıb bu barədə. Məhz bu günlərdə yenidən Zelenskinin açıqlaması çox qənaətbəxşdir və şəxsən məni çox sevindirir. Mən həmişə Trump'ın hakimiyyətə gəlməsində ən çox sevindiyim məqamlardan biri ondan ibarətdir ki, məhz o vaxtki açıqlamam bundan ibarətdir ki, Trump'ın gəlməsi 1-2 məsələdə çox xeyirli olacaq. Bu birinci məsələ isə Avropa ordusunun yaranması və Avropanın güclənməsi, məhz Türkiyənin də bu ölkəyə, bu birliyə daxil olması qənaəti üçün çox sevinirdim və bu günlərdə yenidən Zelenski açıqlama verib ki, əgər Türkiyə Avropa Birliyinə dəvət olunarsa, Avropa Birliyi ordusu dünyanın ən güclü ordularından birinə çevrilər. Əlbəttə, bir anlıq düşünün, həm Türkiyə, həm də Ukrayna. Ukraynada kifayət qədər güclü texnologiyalara malik olan ölkə, Türkiyə isə 800 minə yaxın ordusuyla kifayət qədər güclü, bacarıqlı döyüş qabiliyyətinə malik olan ölkə. Bunların ikisinin də Avropa Birliyinə daxil olması Avropanı böyük bir gücə çevirəcək ki, bu bizim üçün də, Azərbaycan üçün də, gələcəkdə Türk dünyası üçün də məhz onları Rusiyanın, Çinin təhdidindən qorumaq üçün çox gözəl addımlardan biri olardı ki, mən ümidvaram ki, inşallah bu hadisələr baş tutacaq. Təşəkkür edirəm.